tətil ərəfəsində səfərə çıxan vətəndaşların sayında çoxluq müşahidə olunur. Bu isə yollarda nəqliyyat sıxlığının yaranmasına və qəzaların baş vermə ehtimalının artmasına səbəb olur. Arzu olunmaz hadisələrin qarşısını almaq və risklərdən sığortalanmaq üçün tətil günlərində daha diqqətli və məsuliyyətli olmaq, sadə qaydalara riayət etmək vacibdir. Bu barədə Daxili İşlər Nazirliyinin müraciətində bildirilib. Tətil ərəfəsində səfərə çıxan əziz hərəkət iştirakçıları, hər birimizin arzusu bayramı xoş əhval-ruhiyyədə qeyd etmək, sağ-salamat, neqativ hadisələrdən uzaq yeni ilə qədəm qoymaqdır. Gəlin yollarda da elə hərəkət edək ki, arzularımız çin olsun. Tətil günlərində nəqliyyat sıxlığının yaranmasının, qəzaların baş verməsi ehtimalının artmasını nəzərə alaraq daha diqqətli və məsuliyyətli olaq. Qaydalara hamılıqla əməl edək. Sərxoş və ya yuxulu halda sükan arxasına əyləşməyək. Təhlükəsizlik kəmərindən istifadə edək. Günün erkən saatlarında yola çıxaq. Diqqət yayındıran bütün hallardan çəkinək. Sürət həddini aşmayaq. Ötmə qaydalarına uyğun davranaq. Nümunəvi sürücü olmaqla həm özümüzün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini qoruyaq. Qoy bu bayram günlərində yolumuzu gözləyən sevdiklərimiz bədbəxt hadisələrlə üzülməsinlər. Ancaq və ancaq gəlişimizlə sevinsinlər. Yeni ildə də yol hərəkəti qaydalarına əməl etməyiniz diləyi ilə bayramınız mübarək. Qeyd edək ki, 2025-ci il dekabrın 31-i, 2026-cı il yanvarın 4-ünədək ölkədə qeyri-iş günləri olacaq.